Dediyiniz kimi içərimizdə çoxlu münafiq var. Dedikodularından qorxdum ki, bunu da söz eləyərlər. Ora bax İbn Abbas. İndi oradan çıxacaq əməli salih dostumuza bax. Mən onun intizarındaydım. O çatan kimi gələnlərin sayı tamamlanacaq. Salam olsun ağama. Salam olsun yorğun müsafirə. Allah'a şükür olsun ki, məni sənin dəstənə qoşub mübarək cəmalını görməklə gözlərimi nurlandırdı. Mən necə də xoşbəxtəm. Mən də səni görmək arzusundaydım, əziz Üveys. Üveys? Üveysül Qərəni? Ne dediğini eşittin Malik? O Üveys'ti. Allah'ım, bu ki Üveysül Qarani'dir. Üveysül Qarani. Mən bu anı görməyimi Allah'tan çox istəmişdim. Sən uzun həm də ağır bir yol gəlmisən Üveys. Bir qədər gözləyəcəyik ki, dincəlib güc yığasan. Mənim gücüm sənnəndir ağam. Allah'tan yalnız səni görəndən sonra canımı almasını istəmişdim. Bu halda hansı yorğunluq məni əldən sala bilər ki, ey mənim ağam? Mənim də sənə bir müjdəm var Üveys. O səni görməyimdən də önəmlidir. Bəli Üveys. Allah'ım, mən nə eşidirəm? Sən mənim dəstəmdə, getdiyimiz bu yolda şəhadətə qovuşacaqsan. Peyğəmbərləri onlara Qədir Xumda buyurdu. Peyğəmbərə də nə qədər düşmən çıxdı. O dedi, qalx ya Ali. Məndən sonra sən ümmətimin imamı və rəhbərisən. Mən kimin mövlasıyamsa, bu da onun mövlasıdır. Hamınız ona ürəkdən və səmimi beyyət edin.